Okay. Okay, I'm live here from the press center in Malmö with Ferid Mehmedov, the Azeri contestant, which is one of the biggest favorite this year to win the whole thing. Um, you have been rehearsing for one of the last time. How did it feel today? Ə, Çox gözəl hiss edirəm. Hələ bilirəm ki, bundan da yaxşısını bacara biləcəyik. Şükür Allah hamı da yaxşı alındı. Həm bizim komandamızda, yəni ümumi planda hamısında yaxşı alındı. Yəqin bundan da yaxşı olacaq. I feel good. I hope that it will be much better on the performance, and I think that it went well with all team, everybody who was on a stage. So I believe it will be better even. You're one of the biggest favorite to win this year. How does that feel? Özümü yaxşı hiss edirəm və mənim əvvəldən artıq bura gəlməmişdən qabaq mənim fikrim çox ciddi idi və doğrudan deyirəm ki, mən doğrudan ciddi hazırlaşmışam və elə belə hər gündəlik məşq eləmirəm. Yəni dincəlməmişəm. 2 aydır dincəlmirik, ancaq işlər görürük. Çox ağır prosesdir, amma şükür Allaha bacardıq bunu və yəni elə də olmalı idi, yaxşı olmalı idi. Yəni yenə də birinci yerə mən fikrimi yönəltməmişdim. Sadəcə yaxşı çıxış göstərmək yəqin ki, alınıb ki, məni də belə favoritlər arasına salıblar. I think it's how to say. I had a very serious rehearsals during 2 months, so I think it's like like the end of this rehearsals, like the result of this rehearsals. That's why I think that I'm not thinking about the first place actually, but I think I will do my best to make it perfect as the result of rehearsals. Your show is really amazing. It's like a 3-minute Vegas show with something that we've never seen before. Tell us about the idea behind the concept. İndi yenə də bu məşqlərə görədir və bunu bizim səhnəciyi quran Fokas Evangelinas, əlbəttə ki, mahnını yazan bəstəkar Dimitris Kantopoulos, yəni bu komandanın əziyyətidir və bu əziyyəti də biz əziyyətin bəhrəsində gördük. Və indi ən axırıncı hələ bizi axırıncı hələ son məşqimiz deyil, yəni bugün axırıncı məşqimiz olacaq və belə. Yəni hələ yaxşı olmalıdır, bundan da güclü olmalıdır. I think that actually this performance is made by our choreographer Fokas Evangelinas and the songwriter. So they had an idea for this stage, and I think it's very good. I feel comfortable in this performance, and I think it will be well accepted by audience, and I hope so. There seem to be a lot of Azeri fans here in Malmö. Is the competition a big thing back in Azerbaijan? Hə, fanlardan mı gedir? Hə. Eurovision Azərbaycanda çox böyükdür. Hə. Yəni ki, burada da böyükdür, orada necədir Azərbaycanda? Yəni səhnədən söhbət gedir yoxsa nədən? Ümumiyyətlə Eurovision barədə necə qarşılanır Azərbaycanda? Qarşılanır çox gözəl. Əvvəldən artıq 4 il yox, 2008-dən artıq iştirak edirik və həmişə bizdə güclü çıxışlar olub və bu da nədən irəli gəlir ki, Azərbaycan həmişə güclü çıxışlar göstərir və çox güclü, çox yaxşı yanaşır yəni buna. Ona görə də necə deyim, bizdə çox gözəl qarşılanır. Qələbədən sonra lap gözəl, yəni lap yaxşı qarşılanır. Hamı artıq hər kəs baxır. Yəni nə deyim burada çox. It's a huge interest in Azerbaijan, so after winning also it's still very big interest for Eurovision in Baku, and they follow it, and this year also I feel the support of Azerbaijan. You gave us a great show last year in Baku. Do you think we will be going back to Baku next year? Who knows, maybe. What do you think about Malmö as the host city? Çox gözəl şəhərdir, sakit, insanları çox istiqanlı, çox xoşuma gəldi. Həmişə demişəm, yəni başqa fillərdə hər zaman deyirəm bunu, vurğulayıram. I'm saying it every time. I like Malmö, I like the people, I like everything that I think it held very good, and I think everything is very good here.
There seemed to be a great bond between Sweden and Azerbaijan in this competition. You have a backup choir with Swedes, and you have also songwriters from Sweden. What is the thing about Sweden and Azerbaijan, do you think? Necə sən düşünürsən, necə oldu ki, İsveçlərlə biz həmişə işləyirik? Nədir bu? Yəqin ki, İsveçlər yaxşı bacarır və həm də ki, ondan başqa yəqin bizim dostluğumuz var. Yəqin tutuşuruq, çünki dediyim kimi İsveç insanları da çox istiqanlıdırlar və bizim özümüz də çox qonaqpərvər, istiqanlı millətik və yəqin ondan irəli gəlir ola bilsin. I think that it's something between our mentality, maybe in the mind, because we adore music, Swedish people adore music, so maybe this collaboration came from this, and I think it will last more years. Why not? Because it's very, how to say, successful collaboration. Thank you so much, and really good luck tomorrow. Thank you very much. I love you. Thank you, and now over to Azeri Television. Thank you so much. What it was for? It was live. Yeah, it's for Telia, the head sponsor. Okay. Yeah. Okay. Fərid. Deməli vəziyyət belədir. Sabahki imkan olmayacaq canlı çıxaq. Biz əslində canlı çıxmaq istirdik. Çünki bu bizim gün orta ilə buranın səhəri uyğun gəlmir. Buranın o vaxtdan gəlir çıxır saat 9-a 8-ə. Ona görə də bir dənə belə bir şey, iqravoy bir şey eləyirik. Tipa canlı yayımdayıq. Gün keçirdə sabah bir şey olacaq. Nanənin verilişində